Salam. Bugün çox maraqlı lövhə məsələsi ilə qarşınızdayım. Gəlin bunun həllinə baxaq. Deməli, Vüqar Zeynalovdan sonuncu bölmə əlavə yarım qrup metallarından 94-cü tapşırıqdır. Naməlum metalın sulfat duzunun məhluluna salınmış maqnezium lövhənin kütləsinin reaksiyadan alınan maqnezium SO4-ün kütləsinin asılı qrafikinə əsasən metalın nisbi atom kütləsi 2,5 A + 15-dir. Məsələ 2 hissəlidir. Hələ A ədədinə keçməmişdən qabaq baxaq bura. Deməli, lövhəmiz 9 qramlıq lövhədir və lövhədə artım 19,25-dir. Maqnezium SO4-ün kütləsi də 30-dur. Gəlin baxaq. Deməli, yazırıq. X SO4 duzun üzərinə maqnezium lövhə əlavə edirik. Alınır maqnezium SO4 üstə gələk. Buradan ayrılan X metalı. 2 valentli metaldır. Yazıb ona görə də bu şəkildə qeyd edirik. Aha, nə dedi bizə? Gəlin emellərin yazaq. Maqneziumun emeli 24-dür. Lövhənin kütləsini burada 30 verib. Maqnezium SO4-ün kütləsi də 120-dir. Kütləni də 30 yazırıq. Buradan tapırıq ki, nə qədər maqnezium çıxır? Xıçar getdi 4, 6 qram. 6 qram maqnezium lövhədən çıxır. Lövhənin kütləsini neçə verib? 9 imiş lövhə. Qalxıb olub 19-dan bizi 25. 9 lövhədən 6 çıxır. Üstünə nə gəlir? 6 çıxan kimi üstünə X gəlir. Lövhənin kütləsinin nə qədər olur? 19-dan bizi 25. İndi gəlin buradan X-i tapaq. X nəyə bərabər olacaq? Deməli 3 üstə 3 buradan üstə gəldi X yazmalıyıq. 3 üstə gəldi X. Deməli 6 çıxdı, üstünə X gəldi. Ütüb çıx yazmışıq səhvən. X gəldi 19-dan 25. 3 üstə gəlsin X 19-dan 25. X-in kütləsini tapırıq 16-dan 25. Burada yazırıq 16-dan 25. Aha, buradan tapacağıq ki, ayeri nə qədərdir? Yenə də 30-la 120-yə qədər 4. Gəlin, ayer X bərabərdir 4 vurulsun 16-dan 25. Bunu burada hesablayaq. Nə qədər eləyəcək? 65. Metal hansı metalıymış? Metal sink metalıymış. İndi bizə deyir ki, kütləsini asılı qrafikinə metalın nisbi atom kütləsi 2,5 A + 15-dir. Metalın nisbi atom kütləsi, yəni 2,5 A üstə gəlsin 15 eləyir 65 nisbi atom kütləsi. 2,5 A bərabərdir. Neçəyə? 50-yə. A da bərabərdir. Gəlin 50-ni bölə 2,5-ə 500. Tak, buradan 20. A-nı neçə tapdıq? 20 tapdıq. İndi baxaq burada. C2H deyir ki, A ədədinin neçə faizinin C2H2 molekulunda rabitədə iştirak etməyən elektronların mol sayı təşkil edir? Deməli, gəlin C2H2-ni yazaq. HCH, 3 qat rabitə CH. Deməli, hidrogenin 1 elektronu var, iştirak edir. Karbonun 4 elektronları iştirak edir. Buradan da hidrogen 1. Karbonun ümumilikdə neçə? Karbonda 6 elektron var. Düzdürmü? Onun 4-ü iştirak edirsə, deməli, ikisi etmir. İştirak, düzdürmü? İştirak etmir. Bunda da ikisi iştirak etmir, bunda da ikisi iştirak etmir. Cəmi 4 elektron iştirak etmir. Aha, deyir A ədədinin neçə faizini təşkil edir? 20, bu da 4, vurdıq 100-ə. 5, cavab 20%.